Salam, bugün gəlin Azərbaycan avtomobil bazarında yəqin ki, çoxlarının beynini məşğul edən bir suala birlikdə cavab tapaq. Söhbət eyni kökdən gələn, amma xaraktercə bir-birinə tamamilə zidd olan iki modeldən gedir. Kia K5 və Hyundai Sonata. Yaxşı, bəs bizim reallığımız, bizim yollarımız, bizim yanacağımız üçün hansı daha ağıllı və praktik seçimdir? Bax elə bu sualın cavabını tapmaq üçün biz hər iki modelin, necə deyərlər, bütün çamaşırlarını ortaya tökəcəyik. Texniki göstəricilər, real istismar xərcləri, usta rəyləri, hər şeyi incələyəcəyik ki, sonda siz özünüz üçün ən doğru qərarı verə biləsiniz. Təsəvvür edin ki, bu iki avtomobil bir atanın iki oğludur. Hər ikisi də eyni ailədəndir. Hyundai Motor Group. Eyni platformanı bölüşürlər, amma həyatda tamamilə fərqli yollar seçiblər. Biri deyir, mənim üçün əsas etibar və rahatlıqdır, o biri isə deyir, yox, mənə dizayn və adrenalin lazımdır. Gəlin birinci bu ailənin böyük qardaşı ilə tanış olaq. Hyundai Sonata. Bu ad bazarda dünən peyda olmayıb. O, 10 illərdir ki, özünü sübut edib, etibarlılığı ilə ad qazanıb. Elə bil ailənin o məsuliyyətli, hər kəsin güvəndiyi böyük qardaşıdır. Baxın, Sonata'nın hekayəsi tam 1985-ci ilə Koreyana gedib çıxır. Bu uzun səyahət onu sadəcə bir avtomobildən qlobal bir fenomena çevirdi. Hər yeni nəsli ilə daha da yaxşılaşan Sonata, bugün 8-ci nəsli ilə Azərbaycanda ən çox axtarılan sedanlardan biridir. Və bu, əlbəttə ki, təsadüfi deyil. Yaxşı, bəs niyə bizim sürücülər Sonatanı bu qədər çox bəyənir? Səbəblər çox sadə və aydındır. Birincisi, dəmir kimi etibarlılığı. Sonra geniş salonu, böyük bagajı ailələr üçün əla seçimdir. Amma ən əsası, ehtiyat hissələrinin asan tapılması və servis xərclərinin münasib olması onu gündəlik istifadə üçün çox sərfəli edir. Elə buna görə də taksi xidmətlərində şirkət avtomobili kimi onu tez-tez görürük. Bütün bu sarsılmaz reputasiyanın ürəyində, təməlində isə onun o sadə, amma son dərəcə dözümlü 2.0 litrlik mühərriki dayanır. Heç bir turbo, heç bir mürəkkəb sistem yoxdur. Sadə və etibarlı. Bu mühərrik uzun ömürlülük və aşağı təmir xərcləri deməkdir. Məhz Azərbaycan reallığı üçün ən vacib amillərdən biri. İndi isə səhnəyə ailənin o biraz üsyankar, dinamik, bütün diqqəti özünə çəkən kiçik qardaşı çıxır. Kia K5. O, böyük qardaşının cızdığı yolla getmir, qətiyyən. K5 öz aqressiv dizaynı və performansı ilə ənənələrə meydan oxuyur. K5-ə baxan kimi ilk diqqəti cəlb edən onun aqressiv baxışlarıdır. O kəskin cizgili faraları, radiator barmaqlığı. Sanki sənə deyir ki, mənə fikir ver. Bu, o